biz bitti deməmiş bitməz. Keçən gün Lomo'ydu da, yəni futbolun başını buraxıb oynamırdı. Daniel Zadə içəridədir, sən də. Messi'yə Dünya Kubokunu verdilər. Ərəblərlə bir yerdə, aha. Ərəblər zad vermədi qardaşım. Sizlə danışan Elçin deyil, ChatGPT-dir. Carvajal bir Ramos olmadı. Carvajal bir Hierro ola bilmədi. Portuqal ümumiyyətlə heç vaxt Argentina kimi olmayıb da, yəni. Wirtz, Haaland, Messi, ən birinci hücum triyosıdır abi. Hop, IQ bura. Başqa 2 idi o. 28 yaş. 28-dən 15, necə edirsən? O 14 eləmək var. Nə temalar deyə bunlar? Vüsal Güzel Sili də. Başlayaq inşallah. Ha, siz ondan çıxmadı. Ben özündən nə işə baxır? TikTok eldi. O bilmirsən sən Vüsal Sili. Azərbaycan Mən özüm tanımırsan. Azərbaycan Bir dəfə də gündəmə eşitməmişəm. bərbəri. Bəlkə Ayt Nuri var, Ayt Nuri futbolçu. aha. Sisini. Ona kopya özü də oxşuyur ona. Oxşuyur. Belə başlayaq Ha inşallah. bərbərdir də. Nuri TikTok fenomenidir o. Ha. Qardaşım, Başlayaq inşallah temasını eşitmişəm. Amma bu adamın Vüsal bir Sili- stili var. Aha, nədir? Kölgə verir bura. Yəni Vüsal Sili. Vüsal stili. Yəni o bu stili ondan başqa heç kim eləmir. Yəni onun kimi eləyə bilmir daha doğrusu. Bura Qardaşım bura kölgə verir, saçını nə bilim bura yığır belə. Biri gəlmir 45 yaş, 45 yaş, 30 yaş necədir? Bir qədər zor. Hə, Ona hə. göstər riski before after. Belə doqa 30 görə yaşına əməli oxşuyur başlar. da. Qəşəng, al. Mən Barcelona azar çəkəcəm, amma çətin eləyəmədim. Belə özünüz necəsiz? Elə Yaxşı biz da hazırlaşırıq da. Hə? Dünya çempionatına. Ya, dünya çempionatına. Dünya çempionatına hazırlaşmazdan qabaq bir dənə Ha. belə sual verin. Biz o günlərim Qərb Ekspresinin çəkilişini eləyəndə şey danışdıq, Casemiro və Lewandowski'nin gedişindən danışmışdıq, amma bir epoxanın sonu bu yay. Bu Zinedine Zidane'ın məşhur arxa-arxa 3 dənə Çempionlar Liqası qazanmış Real Madridin son üzvü Dani Carvajal əsas heyət üzvlərindən söhbət gedir təbii ki. O da mövsüm sonunda Real Madriddən ayrılır və beləliklə o Realdan artıq heç kim qalmayacaq da. Real tamamilə artıq o ikinci Galaktikos dönəmi bitmiş sayılır. Həm La Liga çərçivəsində olsun, həm dünya futbolunun totalındakı sağcınah müdafiəçilər içərisində necə xatırlayırsınız? Yəni Dani Carvajal'da bir ən yaxşısı kimi yoxsa ilk 5-də girərmi? Möhtəşəm. Möhtəşəm. Mən möhtəşəm kimi onu yadda saxlayacağam. Hə, bu söhbəti həm də niyə açdım? Mənim yadımdadır, biz bir dəfə də Barcelona Real heyətinin line-uplarını müqayisə eləyəndə falan belə bir də ikiləmə düşmüşdük. Samirdən sən də Dani Carvajal yoxsa Dani Alves, sən orada Dani Carvajal tərəfdəydin və burada əlimizdə bir Barcelona azarkeşi də var imişkən. Hayır, eləmə də başladım. Niyə Carvajal? Dani Carvajal Aha. Real Madridin döyünən ürəyidir. Gördüm necə döyündü. 2 mövsümdə döyünə bilmir adam. Amma Bitib də karyerası artıq o üçün. komandada baş verən bütün proseslərdə yaxşı Daniel Zadə içəridədir. Sən Başa düşmədim. Daniel Alves müqayisə ediriksə. Daniel Alvesin neçə yaşı var? Pis vəziyyətdədir. Daniel Alvesin neçə yaşı var? Carvajal'ın neçə yaşı var? Maksimum Daniel Alves bitirdi vurdu karyerasını. 4-5 yaş fərqləri var. Yox indi bu harda çıxıb ki, hansı futbolçu daha çox oynayırsa o daha yaxşıdır. Yox, bax Dani Carvajal Aha. və Dani Alves. Sırf futbolçu keyfiyyətlərinə görə Dani Alves ondan yaxşı ola bilər. Amma 100%. Dani Carvajal özü yəni bir necə sən deyim də ikonadır. Bir klubun ikonasıdır. Yəni klubu burdan buraya kimi keçmiş bir adamdır. Yəni oyun olur, sən keçirsən onu bir neçə dəfə keçirsən. Amma Dani Carvajal onun tipində, onun tipajı klubun əsl belə uşaqlıqdan düz bir senatora qədər keçən yol var. Başa düşürsən? Bax odur Dani Carvajal. Dani Carvajal meydana olmaya da bilər. Amma həmişə komandanın ətrafındadır və ən azından belə idi də. Komanda yanındaydı. Baş verən bütün nə baş verirdisə onun içində idi və regulirovka verə bilirdi, sözü keçirdi. Yəni bu adam məşqçilər görüb, İspaniya yığmasında çempionluqlar görüb. Yəni Real Madridin bütün yəni bu titullarını son 10, 12, 13 ildə hər şey görübdü bu adam. Yəni bu legenddir. Əfsanədir. Son illər- Daniel Alves ancaq şey görüb də belə görürəm, türmə görüb. Yox, son illəri nəzərə alsaq bir faktor da Alik qeyd eləmədi. İndi Virgil van Dijk'ı çıxaq. Onun da mərkəz müdafiəçilər içərisində Ballon d'Or namizəd etdiyi söhbət var idi, amma bu məşhur Rodri, Vini söhbətləri olan mövsümdə də məncə o mövsüm idi, ondan bir Bəli, mövsüm bəli, əvvəl bəli, idi. O bəli. mövsüm idi. Yəni Finalda qol vurmuşdu. Dani Carvajal Möhtəşəm mövsüm. millidə də möhtəşəm oynamışdı. Yəni
hətta böyük dünyadakı həm azarkeşlər arasında və böyük media quruluşları arasında da haqqı yerilmiş Ballon d'Or namizədlərindən biri kimdə adı çəkilirdi. Halbuki Dani Alves oralarda yoxdur. Bir də mən Aliklə burada razı deyiləm ki, ümumi futbolçu keyfiyyətləri olaraq da məncə Dani Alvesdən geri qalmır. Hə, işin hücum tərəfinə qatqısında Dani Alves möhtəşəm idi. Amma bir paket olaraq dəyərləndiririksə, Dani Carvajal'in işin müdafiə tərəfinə də verdiyi qatqılarda məncə Dani Alvesdən geridə qalmır, hətta əksinə önə də keçir. Yəni belə deyək də, Dani Alvesin müdafiə tərəfi %60, hücum tərəfi %100-dürsə, Dani Carvajal'in həm hücum tərəfi, həm müdafiə tərəfi %85-dir. Yəni bir paket olaraq bir sağ cinah müdafiəçi profilindən söhbət gediriksə, məncə indi günümüzdə Eşref Hakimi daha trendidir o bölgənin ən üstdə olan namizəd odur da. Bir nömrə deyə bilərik Eşref Hakimi. Məncə hamı da razılaşar. Amma ondan bir əvvəlki generasiya olmasa da bir əvvəlki 5 illiyin zirvəsi Dani Carvajal olub. O baxımdan məncə Dani Carvajal bir də Alik çox düz deyir. Yəni ən uşaq əskərliyindən senatorluğuna qədər Real Madrid görüb də. Yəni demirəm amma bu sırf Dani Alves'in özü ilə əlaqəli olan bir şey deyildi, amma bu kimi faktorlar bir futbolçunun əfsanə, bir klubun əfsanəsi ilə ən azından dəyərlərdən də. Dani Alves Sevilla'dan gəldi Barcelona'ya, o müəyyən bir dönəm oynadı, sonra getdi Juventus, Paris Saint-Germain bir Avropa yüngül turladı, kassanı doldurdu, sonra Əfsanə statusu olmayıb da. Hə, qayıtdı falan. Bir gəzəyənliyi də olub da. Barcelona əfsanəsidirmi əmin deyiləm. Barcelona əfsanəvi heyətin bir parçasıdır. Bu ilə razıyam. Amma bir əfsanəsi Barcelona tarixinə gəlmiş ən güclü sağ cinah müdafiəçisidir. Amma əfsanə deyil. Yəni əfsanələr arasında indi var, necə deyim, yəni Messi və yaxud Carlos Puyol, Messi-ni ümumiyyətlə biz şey Xavi, eləməyək. Iniesta levelində deyil, əlbəttə ki, sıralasaq Messi- bəlkə, amma top ona girməsə belə var o adam, yəni siyahıda. Məsələn, deyək, Jorge Alba, Aha, Dani Alves. Dani Alves. O məncə subyektiv bir Çünki fikirdə. nəyə görə Alba ondan üstün olmalıdır? Mən bizcə Alba nəyə görə bizcə daha belə yarki futbol Dani Alves göstərib, razıyam. Amma Alba, yəni belə deyim də, məncə Carvajal'ın ekonom versiyasıdır. Nə mənada? Onun belə necə deyim, lider kimi özünü göstərməsə belə. Amma gözə görünməz qəhrəman kimi də deyə bilərik ona. Çünki o Barcelona'nın da altdan dakansa gedib, yəni o həmən o dəyişilməz o Busquets, Suarez, yəni Messi komandası tərkib hissəsidir. Yəni Alves sadəcə olaraq o hücum futboluna görə yaddaşlarda qalıb. Yəni bunun dinamikası, hər bir şey, hə. Amma məncə bir əfsanə deyiriksə, bu məncə klubda qaldığı müddət də nəzərə alınmalıdır. Klubun yetirməsi olduğu da nəzərə alınmalıdır. Ona görə də burada məncə Alba, yəni dediyim kimi o Carvajal'ın ekonom versiyasıdır da. Carvajal da minimal qaqda deyək. Carvajal da minimal. Yəni onda Carvajal'ın o senator olmağı, o bir sənəcə qocaman o şeylər olur. Saqqal belə, o bir sənə hər şeyi görən bir adam kimi, yəni nəsihət verə bilər də məsələn cavanlara. Yodaya çevrilir. Carvajal belə güclü kapitan olmayıb baxı. Bunu siz hardan belə çıxardınız? Yəni Carvajal bir Ramos olmadı. Carvajal bir Hierro ola bilmədi. Hətta son söhbətlərdən sonra Valverde Tchouaméni münaqişəsində belə adam götürüb qapını bağlayıb çıxıb gedib heç söhbətə qarışmayıb. Belə kapitan olar. Yəni Carvajal Real Madrid azarkeşləri tərəfindən belə wow kapitan kimi qeyd alınmır. Bəli, Carvajal disiplinli futbolçu oldu. Carvajal Alves'dən fərqli olaraq daha çox karyerasını fikirləşdi və peşəkar oldu. Dani Alves Tipik Braziliyalıda, Braziliyalıda Aysa oldu. Yəni futbolun başını buraxdı, getdi PSG-də yola verdi 1-2 mövsüm, sonra Juventus, nə bilim. Hətta gəlib gəzib də özünə. Axırda gördün, axır bəllidir də necə yerə gəlib çatdı. Amma istedad olaraq və individual keyfiyyətlərinə görə əlbəttə ki, Dani Alves məncə top 3-də var. Yəni mən onu hətta Philippe Lam, Cafu və Dani Alves üçün bir yerə qoyaram. Carvajal'ı bəlkə top 5-ə, top 10-a salmaq olar. Carvajal bir sistemin parçası idi ki, o sistemdə çox gözəl oynadı. Möhtəşəm işlər gördü. Carvajal'ın məsələn peşəkarlığı, Carvajal'ın o Real Madrid sevgisi tam başqa səviyyədə idi və uğurları da çox idi. Hətta sən dediyin mövsüm belə 23-24 mövsümündə mən tam razıyam ki, adam qızıl topa layiq idi. Amma Dani Alves'in oynadığı dövr, yəni prime dövrü Carvajal'ın prime dövründən fərqlənirdi. O vaxt rəqiblər var idi, daha ciddi rəqiblər idi. Dani Alves daha belə
çətin futbol oynayırdı və çətin futbolu asanlaşdırırdı Messi ilə bir yerdə. Amma Carvajal tipik sağ cinah müdafiəçisi, amma keyfiyyətli və peşəkar. Dani Alveslə Carvajalı yanbayan qoyuruqsa, hansı peşəkardırsa, əlbəttə ki, Dani Carvajal. Amma kapitanlıq, məsələn, əsgər söhbəti deyək ki, ən dibdən gəlib. Yəni Luka Modric ən dibdən gəlməyib Real Madriddə. Yəni Real Madridin akademiyasından xəbəri yoxdur. Kroos'un Real Madridin akademiyasından xəbəri yoxdur, amma hər iki adam gəldi Real Madridin əfsanəsi oldu. Bu tam başqadır. Onlar illərin verdilər ora. Sənə razıyam ki, yəni neçə illər oldu. Orada davamiyyət söhbəti var. Amma o Dani Alves'in Barcelona karyerası pik idi. Çox pik idi. Pik idi, amma yenə də əfsanə statuslu oyuncular biraz məncə fərqlidirlər də. Məsələn, Iniesta, Xavi'dir, Messi'dir, Puyol. Ora çata bilməz o. O xarakter olaraq Dani Alves ora çata bilməz. Bəs mən də Mental onu olaraq deyirəm də. mən razıyam. Carvajal sırf xarakter olaraq, ümumiyyətlə mental olaraq məncə o sıradadır. O sırada Ümumiyyətlə əfsanə meyarında məncə sırf futbolu yoxdur, Alikın qeyd elədiyi məqamları da işin içinə qatıb o məcrada dəyərləndirməliyik ki, yəni okey, bunun futbolçu keyfiyyətləri və s. və s. Bir də mənə elə gəlir ki, sən əksər Barselona azarkeşləri kimi sən də bu şeydə biraz yanılırsan ki, Dani Alves bir sağ cinah müdafiəçisi kimi hücum qatqısı bəlkə bir nömrə idi. Mən Kafunu onun qədər izləməmişəm. Onun üçün mənim üçün bir nömrədir də. Yəni Kafunu izləmədiyim meyarın qeyd eləyərək deyirəm. Amma bir faktor da var ki, sənin bir cinah müdafiəçindən gözləntin sırf hücuma qatqısıdırmı, yoxsa işin müdafiə tərəfində nəzərə alırsan? müasir futbolda hücuma qatqısı daha önəmlidir. Yox, Nəyə görə? Bunu sənə bir sadə bir misal çəkim. 20 il, 30 il əvvəl qapıçıdan nə tələb olunurdu? Qapıda dursun, qolun qarşısını alsın, save eləsin. Amma indi günümüzdəki futbolda qapıçıdan ayaqla oynaması tələb olunur. Yalançı müdafiəçi fiqurunu oynaması tələb olunur. Geridən oyun qurma. Yəni qapısını eləyiblər yarım müdafiəçi. 20 il, 30 il əvvəl belə bir şey yox idi. Başlatdı? Pep Guardiola başlatdı. Pep Guardiola yox. Edersondan ya da son dönəm Edersondan Cici Donnarumma'ya döndü ki, okey də, yəni bu ayaqla başlayır deyə də qapıya ləyən qoymayaq. Ya da məsəl üçün Andre Onana ayaqla ideal oynayır. O tiki-taka futbol ayaqsını yetirməsi. Barcelona'dan sonra ayaqsından falan da. Yəni bu ideal bir məktəb görüb də adam. Məktəb görüb, ayaqla ideal oynayır, çox dəqiq uzun paslar atır. Gəl ki Əllə oynaya bilmir. Gəl ki qapıda ləyəndir. Manchester United onu sağollaşdı, gətirdi Thibaut Courtois tipi bir qapıçı qoydu. Ayaqla okey, ki Liverpool oyunda ayaqla səhvini də gördük. Amma hansı Manchester United futbolçusunu sən dindirsən, deyər ki Lamens milyon dəfə onlardan yaxşı. Xətt üzərində olaraq məsələn elə Prime Barcelona'nın Valdes'i var idi. Valdes bəlkə Barcelona tarixinə gəlmiş ən belə yumoristik qapıçılardan biri idi. Valdes hər hansısa bir oyunda elə save-lər eləyə bilərdi ki, sən deyərdin ki, bunu indiki günümüzdə Neuer eləyə bilməz. Amma elə bir uşaq səhvi buraxa bilərdi ki, deyərdin ki, belə də səhv yox da, başa dönür. Yox, hər qapıçı olur, razıyam, amma da Valdesdə olduğu kimi yox idi. Valdesin bir üstün cəhəti var idi, o da ayağı ilə oynaması idi ki, o Pep Guardiola'nın futboluna oturmuşdu və onun dövründə elə tipli qapıçılar yox idi. Təzə kim çıxdı? Neuer çıxdı. Neuer getdi düşdü Guardiola'nın əlinə. Guardiola da ki, ayda, qapıçı belə olar, bu mənə lazım idi. Yəni bu hər iki işi ideal görür. Hər iki işi ideal görür. Mənə belə tip qapıçı lazımdır. Və futbola gəldikdə isə, müdafiəçiyə gəldikdə isə sağ cinah müdafiəçiyə gəldikdə gəl Real Madridlə Barcelona'nın oyun tərzini və pəncüşəş müqayisə eləyək. Həminki Barcelona müdafiəsində kimlər oynayırdı? Və Real Madridin müdafiəsində kimlər oynayırdı? Və müdafiəçilərdən nə tələb olunurdu? Carvajaldan nə tələb olunurdu? Dani Alves'dən nə tələb olunurdu? Okey, o sistem içərisində bu ola bilər. Amma hər iki müdafiəçisinin ətrafında sırf mərkəz müdafiə tandemləri olaraq götürülürsə, yəni Dani Alves oynayırdı bir müddət Puyol Pique tandemi ilə, sonra da oynadı Mascherano Pique tandemi ilə. Mascherano Pique, sonra Abidal var idi. Onlar Puyol ilə sağ sol bəki nəzərə almam da bu. Yox, mərkəz müdafiə Abidal mərkəzdə oynayıb Barcelona, onu demək istəyirəm. Yəni də Mascherano qədər mərkəz müdafiəçisi kimi alınmırdı, amma Carvajal oynayıb, yəni o prime dövrlərindən söhbət gəlsə Pepe Ramos, sonra Ramos Varan bu tandemlərini oynayıb. Ya oynadıkları tandemlər baxımından da Carvajal'ın oynadığı mərkəz müdafiə tandemləri məncə daha güclüdür. Amma bir məsələ var ki, burada işin oyun tərəfinə biz gəliriksə, Barcelona oyununun rəqib cərmə meydançasına yıxıb oynayırdı.
Real amma müdafiə də olunurdu zaman. Çünki əks-hücum futbol oynayırdı. Ən azından Barselona ilə futbol oynayanda müdafiəsini qapıyırdı da, bağlayırdı. Müdafiə futbol oynayırdı. Bu sistemlə əlaqəli şeylərdir. Amma biz sırf bu iki cinah müdafiəsini müqayisə ediriksə və hər ikimiz də razılaşırıq ki, bunlar sağ cinah müdafiəçilərdir. Və sağ cinah müdafiəçisinin müzakirəsində sən işin müdafiə fazasını göz ardı edirsənsə, bu çox da adil bir müqayisə olmur. Okey də yaxşı müdafiəni göz ardı eləməyim. Daniel Alves'in müdafiəsini qoyaq, Carvajal'ın müdafiəsini qoyaq. Carvajal daha yaxşı müdafiə. Yaxşı da eləməli. Yəni hansı daha belə rəqibə yapışan idi. Cristiano Ronaldo Daniel Alves'ə keçənmirdi. Əsəb olurdu ki, Daniel Alves qəmiş kimi yapışıb mənə zəlid elə bil. Carvajal'da elə şey var idi. Dəqiq. Sənə göstərərəm ki, Daniel Alves keçir Ronaldo-nu, amma Ronaldo'nun belə Daniel Alves'i belə sürməyi, onu belə yəni necə deyim də göndərsin bazara, harasa Daniel Alves'də elə bir şey olmayıb. Bura Daniel Alves Düzsən, Piken daha çox edirsən. Pique ola bilər hə. Pique çünki Lomo idi da. Yəni futbolun başını buraxıb oynamırdı, amma Daniel Alves'də elə şey yox idi. Daniel Alves dövrünün ən o çepka da, yəni çepka Azərbaycan nədir? Yapışqan müdafiəçilərindən idi. Yəni adam mübarizədə dayanmır. Və misal üçün biz Daniel Alves'lə Pep Guardiola'nın dönəmini gözümüzün qabağına gətirsək, həm Luis Enrique'nin Barcelona'nın dönəminin qabağına gətirsək. Burada Pep Guardiola dönəmində daha çox parıldayırdı. Nəyə görə? İşin yenə müdafiə fazasındayım amma. Pep dövründə bunun arxasında Carles Puyol oynayırdı. Bunu necə Van Dijk trendi Pakrivat edirsə, Puyol bunun arxasını təmizləyirdi, Pakrivat edirdi. Sonraki Enrique'nin vaxtında orada düşdü Mascherano, hansı ki dayaq yarı müdafiəsindən evrilib də ora. Orada da Daniel Alves'in daha çox biz müdafiə defolarını görməyə başladıq, çünki arxasını təmizləyən biri yox idi. Belə baxanda sən deyirsən ki, Daniel Alves'in arxasını şey təmizləyirdi Türkün məsəli Carles Puyol. Yəni belə baxanda Carles Puyol'un normal oynamayıblar onlar. Carles Puyol 2008-2009 mövsümü okey. Yəni Daniel Alves oynayırdı Puyol'la, çünki Puyol'un elə zədələri başlamamışdı. Amma 2009-2010 mövsümündən Puyol'un zədələri başladı və Barcelona müdafiəsində bir o qalmış ki, mən gedim oynayam. Bu Gabriel Milito Pique tandemi var idi, Marquez var idi, Marquez getdi sonra, Abidal oynayırdı orada. Nə bilim da kim oynamırdı? Jeffren Suarez. Jeffren yox, hücumçuydu o deyəsən. Hücumçu yox, o deyəsən cinah müdafiəçisi. Yox. Jeffren o El Clasico'da gol vurmuşdu, onu demişdim. 5-ci. Hə, hücumçuydu. Yəni winger O vaxt Miles'u idi. Hə. Amma yəni nə bilim, hərənin öz şəxsi düşüncələri var. Yəni hərənin öz subyektiv fikri var. İndi bəlkə hamı deyəcək, mən Barcelona azarkeş olduğuma görə belə deyirəm. Amma Daniel Alves daha mənə estetik gəlir, daha belə maraqlı gəlir. Hə, yenə deyirəm. Bu tərəfləri ilə mən yəni Çünki Barcelona. Da nə oldu? Mən azarkeş kimi deyirəm. Hələ bu bir tərəfi ilə bəsdir elə. mən bir full paket müdafiə, sadəcə müdafiəsi dəyərləndirirəm. Mənim orada seçimim əlbəttə ki, Dani Carvajal olar. İzləyicilər də öz fikirlərini 100% belə bütün səmimiyyətlə yazacaqlar. Adı Dani'dir. Bəli, ən yaxşısı. İkisi də Dani'dir. Hə, ikisi də Dani'dir. Mən bu verilişə biraz daha çox AI ilə hazırlaşmışam. Deməli, AI-yə sual verdim ki, bu Zidane'ın Sizlə danışan Elçin deyil, ChatGPT-dir. Zidane'ın bu qurduğu 3 arxa-arxa Çempionlar Liqası qazanmış Real Madridin ilə başa-baş ola biləcək və ondan daha yaxşı hesab oluna biləcək. Ən azından 21-ci əsrdəki ən güclü kollektivlər hansıdır? Ümumi bir 10 dənə kollektiv saydı və bunların içərisində cəmi 2 dənə kollektiv idi ki, bu 2 kollektiv arxa-arxa 3 Çempionlar Liqası qazanmış Realdan daha güclü ola bilər. Belə əlbəttə ki, Pep Guardiola'nın Barcelona'sıdır, başa düşüləndi. İkinci alternativ sənin daha çox xoşuna gələcək. Bilməm buna razılaşacaqsan. Milan 92, 93, 94. Yox. 2003-2007 Ancelotti'nin Milan'ın deyib ki, başa-baş dirəşə bilər bu Real Madridlə. Bu Real Madridin o 3 sənə çempionlar qazandı. Hə, o onunla. Razısanmı bu fikirlə? Və ümumi Pep Guardiola Barcelona'sı. 2003-2007 mən deməzdim. 2007 mən şey eləmədim. 2003-2006 deyərdim. Çünki 7-ci ildəki çempionat da oca demək olar ki, bütün senatorların Şevçenko da yox idi. Son dəmlərdir. Hə, məncə sadəcə o 2007 çempionluğu da var deyə işin içində onu nəzərə alıb. Amma sırf o Ancelotti proyektini nəzərdə tutub da illəri çıxsa. O Ancelotti'nin başlanğıcı idi, əvvəlidir, təzə başlayırdı artıq top mərhələyə keçməyə. Taktiki cəhətdən məncə eləyə bilərdi. Bir də burada bəzi komandalar var ki, hansı ki mən izləməmişəm, Fuad da izləməyib ki, bunlar rəqib
kimi verir. Biri Lippin Juventus 96-98. Səncə bu Real Madrid Babat komandaydı bura. bu Real'dan daha yaxşı hesab o ola yəni bilər? arda-arda 3 dəfə Çempionlar Liqasının finalına çıxmışdı o komanda. Yəni Zidane, Del Piero falan. Del Piero'nun əsas prime idi. 96-da Vialli, nə bilim, Ravanelli, çox adam var idi orada. Çox yaxşı komanda idi əslində. 96-da Ajax-da, 97-də Dortmundda, 98-də də o Mijatoviçin fantom qolu ilə uduzublar. Yəni Juventus oradan çox super idi o müddət. Çox gözəl bir futbol nümayiş etdirirdi. 99-da da əslində finala yaxın idi. Yarım finalda Manchester United uduzdu da. Başlamış 2-0 vurduqdan sonra Manchester comeback elədi, keçdi. Keçdi, çıxdı, getdi finala. Treble mövsümü. Yəni o 90-ların sonunda Juventus oradan çox güclüdür. Məncə nəsə elə bilərdilər. Okey, 10 dənə komanda oxuyum bu ayın sadaldığı komanda. Bunları daha doğrusu 10 dənə yox, bu Real'la bir yerdə 11 dənə komandadır. Top 10 düzək ki bir komandada qeyri-ixtiyari düşəcək qırağa. Siyahıdakı ilk komanda 2000-2002 arasındakı o ilk Galaktikos dönəmi Real Madrid'dir. İlk ona düşər məncə. İlk Galaktikos, yəni bu Real Madriddə qalib gələrdi. Yox, ümumiyyətlə qalib gələrdi söhbət yox. Yeah. Bu 11 dənə komanda oxuyacağım, top 10 düzək bunlar. Hə, hansı daha güclüdür? Top 10 sıralayaq da, kör sıralama. Bu neçənci yerə qoyarsınız bu Real Madrid'i? 2020-2002. Hədə o Zidane, Figo, Real dönəmi. Məncə o O qədər uğurlu olmamışdı o Real. Necə olmadı? 2 dəfə Çempionlar Liqasında. udublar. Bildim. 2000-ci ildə və 2002-ci ildə. Ondan sonra nə başladı? O Galaktikos'u qədər 2002 La Ligada uğurlu olmadılar. 2002 deyil də. Hə, 2002. Daha demir axı. Hə. Yox, 2000-ci ildə kim udmuşdu La Liqanı? 2000 və 2001-ci ildə. Hələ də Real oldu. Figo gəldi. Figo gələndən sonra Real çökdü də. O ondan sonra olub da. 2002-də hamı bir yerdə götürüblər. Figo 2000-ci ildə gəlib. Figo bizdə forma var ya 99-2000. Həmin Həmin forma dövründə Figo şeydə Figo axırıncı il. Yox, Barcelona 99-2000 heç Avro 2000-dən sonra keçdi. 2000-də 2000-də Real'da artıq o gələndə Real udmuşdu. Valencia finalda udmuşdu. O başqa final, o yox idi. 2001-də o illərdə hələ Real götürüb də şeyləri. 2003-də də Real udub. Real Sociedad'ı udublar da. Nihat Kovacevic. O var Barcelona pis gündəydi. Rijkaard'ın gəlişinə qədər. 2003-dən sonra Real çökdü. Hədə bə deyirəm də sənə də. O müddət düşür dediyi də. 2000-2002 arasıdır. 2003 yoxdur. Okey. Düşür. Top 10-da neçənci yerə qoyursunuz bu Real Madrid'i? Ondan güclü komandalar ola bilər məncə. 6 məsələn. Mən də çox yuxarı qoydum. 6-cı yer Real 2000 yazıram. Növbəti komanda bizdə burada kim var? Elə Lippinin Juventus'u. 96-98 bunu sən denən Alik. Məncə 5. Bu yox elə təriflədim mən dedim yəqin. Real daha yaxşı komandalar var da qabaqda. Okey. Hansı komandalar var bilmirəm. Mən bu yani yazdığı komandalar o qədər də əmin deyiləm. Orada United da var. Mourinho Chelsea 2004-2006. 8. O az gol buraxıb çempion olmaqları falan deyir. Çempionlar Liqasına o da bilmir. O da bilməmişdi. Ondan daha güclülər gələ bilər. Inter Mourinho Ayda. Çempionlar Liqası alan. 9 Treble qazanmış. Treble qazandı. Treble qazandı. Heç maraqlı futbol deyildi də o. O sizi keçmişlər desə elə gəl. Ya, Çox da haqsızlığına maraqlıydı. sağ olsunlar. Inter pasdan olsun. Şeydə Barcelona. Chelsea-ni keçməyə Inter bizə. pasdan Barcelona keçirir. Mən keçən dəfə demişdim Bavariyanın genetikasında var Barcelona iş yapdı. Mən Interdə də biraz Treble var. olduğuna görə məncə burada 7-yə qoymaq olar. Yəni Chelsea-dən yuxarı. Okey, olsun ha. Inter. Yəni siz həmişə bu Barcelona olan haqsızlıqlardan danışırsınız. Chelsea yetimin başına gətirdikləri. Ha, bir dəfə olub. Heç o birinci oyundan danışan Okey, yoxdur. remontada. Birinci. Remontada indi o ya o Samir'in o cavabı verəcəm. Mən prosta West Ham'a başım qarışmışdı. Danışacağıq onu. Invisible Arsenal. Invincible. Bunu da hər dəfə naməğlub. Səhv deyirəm, azarkeş izləyicilər ilişir. Məncə beynəlxalq titulu yoxdur komandanın. Amma qəşəng oyunu var idi. Ya 9-10 qalıb, ya da 5-dən yuxarı qalıb. 5-dən yuxarı o düşmür, doğru. 9 da. 9 amma Interdən daha yaxşı idi o komanda, nəysə. Baxmayaraq ki, daha uğurlu Amma oldu. Inter'in treble var. Nə də treble-a baxsaq, okey, yaxşı. Treble Manchester City 2022-2023. 4. Çox biz o yuxarılara çox getdik məncə. Fergie United 2007-2008 2008. həm Çempionlar Liqası, həm Premier Liqa, Ronaldo, Rooney söhbətləri. Və onu ona necə qoyub mən? Ona layiq deyildi o. Gərək 3-ə qoyam. 3. PSG də var ha burada. Bavariya deyəsən var. Bir komanda ata bilər elə gəlmişkən. Bir dəyişmək var da. Yox dəyişmək. Bir var da bir şey şans. Elə belə. Bir şans Hə, yaxşı. okey, yaxşı. Biz çox yuxarıdan başladıq. Yupayenkensin Bavariyası. Qəşəng idi o canavar Bavariya idi. 2012-2013. Bir Barsa azarkeş olaraq hiss eləmişəm. 1 2 3.
1 2 10 qalıb. Hə, bir 3-ə United Ha, qoydu. United qoydu. Okey. 2 10 Yox, dəyişəcək də sonra olsa. Hələ ki 2-yə qoyaq. Qəşəng. Okey, bu arxa-arxa 3 dənə Çempionlar Liqası qazanmış Real Madrid. 1 Hələ ki bir amma yəni başa düşmürəm. Barcelona cındır zatdı. Barcelona niyə yoxdur orada? İndi ona gəzi varsan. Ancelotti Milanı 2003-2007. Onda niyə var? Çox belə hörmətsiz bir şey alındı yəni. Milan 10 və Barcelona'ya yeri yoxdur. Axırıncı komandada Pep Guardiola 2008-2011 dövrü Barcelona. Brat orada o siyahıda olmamalıdır. Çünki O o şey ataq. o volşebno bir yerdədir. Böyük bir yerdədir. Şey ataq. Təkrar olunmaz bir. Hada o heç out of şeydə, o Hə. yuxarıda. Bunlardan daha yüksək. Okey, amma burada bir dəyişiklik eləmək istəyirsiniz. Bir də- Gəlməsi yağın başına Ay sağ oxuyun. ol. Hə, deyən. Birinci yerə yazmısınız Real Madrid, arxa-arxa 3 Çempionlar Liqası. İkinci yer Yupa kesin Bavariyasıdır. Üçüncü yer Fergie'nin United'i, 4 Pep'in Treble City'si, 5 Lippi'nin Juventus'u, Hər şey bilirəm. Mən Chelsea-ni atardım kənara. 6-cı yer, 8-ci yerdən Chelsea atırsan. Hə. Bütün başqa komanda bir pillə aşağı, Barcelona 1. Yox, Barcelona sorsan ora. Yox, mən bir şey. Hətta Chelsea-ni çıxardıram. 1-dən 8-ə kimi bir Aha, pillə hamısı aşağı aşağı. gəlirlər, Barcelona da 1-ə. Mən də qəşəng, ay sağ qəşəng. Qəşəng. Okey. Onu siz də burada siyahını görün. Burada deyə bilərsiniz niyə PSG yox idi, Enrique'nin, nə bilim Flick'in Bavariyası falan. Bu random sadəcə AI-ın yığdığı. Sualları ChatGPT-yə verərsiniz. Hə, heyətlər idi. Yəni Yəni bizi çox deyil. detallı üstünə düşməmişdik. Yəni topikin random yeri gəldi, danışdıq. Bizim bugün əsas mövzumuz nədən ibarətdir? Dünya çempionatı yaxınlaşır. Bəli. Nədir gözləntilər dünya çempionatından? Dünya çempionatlar əsas odur ki, daha çox oyun baxmaq istəyirik. Yəni istəyirik ki, imkan versə. yox, orada 11-də də var oyunlar, 8-də də var bəzi oyunlar, 12-də də var, səhər 8-də də var. Ən belə pis vaxt gecə saat 3, nə bilim səhər 5, 6, ən belə. Amma baxdım İmpaniyadan Haiti, nə bilim ala Tunis, Muniza belə komandalar oynayacaq, heç yatsan problem yoxdur. Məncə qrup mərhələsində o dönəmləri biraz yola vermiyorlar. Çünki sən demişkin bir də Haiti 22-ci ildə qışda oldu da dünya çempionatı. Hə. Bu dünya çempionatı qışda olsaydı, Ponlu səhər xaş yeməyə gedib oyuna baxa bilərdik. Amma yəni okey, qrup mərhələsində o dediyimiz Haitiləri, nə bilim bəzi komandaların oyunlarına baxmaya bilər. Amma qrup mərhələsindən sonra artıq səhər saat 5-də falan oyunlar həqiqətən işləyən adamlar üçün bildiyim problemdir. Səhər saat 5-də dünya çempionatına görə durub futbola baxmaq biraz. Allah Haiti Şeyli. oynayır, brat. Mən bunu sıxışam. Kim oyunu Özbəkistanla Panama zaten. Türkiyədən nə gözləyirsiniz? Türkiyədən qrupdan çıxmağını gözləyirəm ən azından. Maksimum 8-də 1. Ya orada bir səncə, orada baxırıq. Rəqibə də ay sağ ol. Necə ki, dünya çempionatı 2002-də bəxtər gətirdi ki, Yaponiya, Senegal, zət belə komandalar gəldi. İndiki yəni çempionatda 48 komandadır. Sənin bəxtin pulunu gətirə bilər ki, sənə uyğun rəqiblər düşsün də. Yəni sırazo şey düşməsin. Yəni sensasiya da ola bilər. Türkiyə elə komandadır ki, hətta Braziliya düşsə onlarla bir yəni eyni bir şeyə, yəni setkaya, Braziliyanın da alınsa keçə bilər. Çünki Türkiyə belə dəli komandadır da. Yəni orada heç vaxt yəni biz bitdi deməmiş bitməz yəni söhbəti. Doğrudan belədir. Yəni Hollandiya ilə dirəşirdilər axırıncı avroda. Yəni konkret sıxmışdılar, heç şey eləməli idilər. Udurdular neçə müddət. Sonra buraxdılar. Sonra yenə də az qala vurmuşdular. Avstriyanı da belə utdular. Yəni Türkiyədə o şeylər var. Qrupu necə dəyərləndirirsiniz? USA, Paraguay, Avstriya, Türkiyə. Normal bir qrupdur da. Bir də USA biraz mazgə eləyə bilər çünki US evində oynayır və studiyalar çox güman ki, hər şey eləcək ki, USA darış keçsin. Amma burada hətta 3-cü yerlərdə keçir. Paraguay da biraz. Avstraliyanı ud. Ki udmalıdılar məncə bu mövcud Udmalıdırlar, məncə udmalıdırlar. Yəni də belə dəhşətli belə rəqiblər Çətin deyil də. Yəni işinə görə rəqib. Paraguay bu dəqiqə Latın Amerikasında ən güclülərdən deyil. 6-cı yer kimi deyəsən çıxıb çempionata. Yəni o deyil də Paraguay, yəni bir sözlə. Favoritləriniz kimlərdir? İlk 3 hamımızın yəni bilmirəm, mənim 3 dənə favoritim var, yəni sizdə varmı? Portuqaliya, Fransa və İspaniya. Səndə? Fransa, İspaniya və Hollandiya. Hollandiya niyə? Nə olub ki Hollandiya? Elə bir Hollandiya Cındır zat. cındır zatdı. Yəni Hollandiya həmişə sürpriz bir komanda olub dünya kuboklarında və belə pis olmasın Hollandiyanın heyəti də pis deyil əslində. Müdafiədə biraz çətinlikləri var, problemi var. Van Dijk o deyil.
məsələn Delikt iş buraxdı şeyi. Delikt böyük ehtimalla olmayacaq. Delikt əməliyyat olundu, 6 ay getdi. Şeydir. Kəsildi. Interin oyunçusudur. Adı nədir? Dumfries. Dumfries'in özü olsun. Yox, mərkəz müdafiəçisi. Mərkəz Devrayı deyirəm. Okey, yəni amma yarım müdafiə xətti, okey, mərkəz hücumçuları da yoxdur, amma Hollandiya həmişə belə dünya kuboklarında belə qeyri-adi futbol oynayır və necəsə olur gəlib harasa çıxa bilər. Mən onlardan sensasiya gözləyirəm. Bəlkə də favorit deyillər, amma mənə görə favoritdirlər. Vallahi məndə birinci yer Fransadır, 2 İspaniya, 3 Portuqaliya. Yəni bir kopyaladın ha. Hə, yox, könlümdə Portuqaliya var, amma nə edeyim də, olan belə Portuqaliya Argentina ilə üzə düşəcək. Çətin. Və sürpriz komanda kimdir yaxşı? Mərakeş. Mən o sürpriz deyil də kesin olub da. Mən Türkiyə deyirəm. Kongo. Bu arada heç birimiz Mən Norveç deyirəm. Argentinanın adını çəkmədik. Keçən dəfə də şey eləyirlər, Argentina nəsə bu mövzu düşmüş. Argentina yer gəlmiş ha. Hə, deyirlər ki, hər şey, amma Messi'nin forması bir şey izləyici də yazıb deyib ki, bir dənə o MLS-dəki oyunlara baxıb bir dənə sənə də deyib xahiş edib ki, sən də baxasan. Bir dənə ki, baxmamısın onsuz. Hə. Yox, dünən bir qol bir asist elədi. O heç bundan qabaq, yəni son oyunlarda ümumiyyətlə çox zor oynayır. Partladır, çempionat qabağı çox zor bir vəziyyətdədir. İndi həm də onun plusu odur ki, heç yerə uçub getməyəcək, amatora gələcək, özü də onun yanına. Yol yorğunluğu da olmayacaq orada. Messi artıq bir Amerikada da bu Amerika kütləsi üçün tanınmış bir simadır. Yəni orada baxıram LeBron James zat məsələn ondan gəlib collaboration zad eləyir. Məsələn bu girib də o ekosistemin içərisində. Amerikanski bazardadır. Amerikanski bazardadır və o istər-istəməz o böyük bir şeydir ki, tribunalar səni azarkeş edəcək. Nəsə oynayır deyək də Argentina, Portuqaliya. Portuqaliya yox da Cristiano Ronaldo çox azarkeşi var. Argentina deyək nə bilim bu Norveç. Haaland heç kim tanımır orada məsələn də. Amma burada o tribunalara neytral azarkeşlər bu sənin tərəfində olacaq. O böyük bir şeydir. Həm də Latin Amerikası yaxındır Amerikaya. Yəni uçmağa da azarkeşlərə çox da lazım deyil. Burada da o mənada Argentinanın bir şansı var və Messi'nin bu formada pik hətta çatdırması çempionat qabağı çox böyük bir şeydir. Sadəcə digər komanda özü buna kömək eləməlidir də. Argentina da həmişə bir lider olmuşdu, olurdu da, olacaq da bundan sonra və onun ətrafında bütün komanda birləşməlidir. Necə ki 86-da Maradona da olub, 2022-də Messi də olub, 2014-də Messi pro idi. 2014 dəhşət idi özünün. O Argentina necə getdi, ora çıxdı, mənim hələ də şokdaydı. Çox belə mındar heyəti var idi, çox mındar. 22-də görə nə idi yaxşı? 22 bundan daha yaxşı. 22-də Napadayuşlardan başqa sən nə tapıb? Zaçitniklər. Heç olmasa. Yəni Nahuel Malina, Montiel. Polzaçda da kim idi? Enzo var idi, Makalistr var idi. O vaxt çox da özəl. Amma yəni oradan sonra tanındı. 2014-də Gago oynayırdı, Demichelis oynayırdı Argentinada. Demichelis 36 yaşı var. Bavariyanın kapitanı idi. 36 yaşı var. Yox, o Bavariyada oynamırdı 2014-də. Pardon. Demichelis 14-də Bavariyada değildi. Yox, deyildi 14 değil. Malaga'daydı. Yox, Malaga o mövsümdə eləmişdi. 14 değildi, yox. Onun üçün o mövsümdə idi. 13-13. Gəlib çıxmışdı 4-dən 1-ə Borussia ekstrada uduzdu. 13-14. Yox 13 idi. Fərq eləmədi. Malaga o illər yaxşı oynayırdı La Ligada. 13-13. 12-13 okey də. Demichelis şey deyil də sənin üçün. Thiago Silva deyildi. Okey, bəs sizcə bu dünya çempionatının ən yaxşı performans göstərən futbolçusu kim olacaq? Lamine Yamal. Mən istəyirəm belə bir şeydir. Cristiano Ronaldo. Hə, şeydir, belə last dance olsun. Bəli, last dance. Bir də bir şey deyim. Argentina məsələsinə, bayaq Ələkbər abi düzdür, döyüşçü məsələsində. Məsələn 2022-ci ildə Argentina oyunçuları yığışdı ki, biz Messi ilə döyüşürük, Dünya Kubokunu qazanmalıyıq buna görə. Artıq bu Dünya Kuboku qazanıldı. İndi Messi protiv döyüşür. Yox, Messi protiv yox. Yəni artıq həmin motivasiya yoxdur. Yəni əgər həmin motivasiya ilə gəlsələr, həmin o ruhla gəlsələr ki, Argentinanı biz yenidən çempion eləyək, daha doğrusu Messini çempion eləyək. Onda Argentina mən favoritlər arasında görərəm. Prosta elə düşünürəm ki, Argentina sən necə istədiyinə nail oldu. Xalastroyda gəldi. Olar, olmaz. Heç kim heç deməyir. Sən mən deyim ki, bu Messinin hələ də, yəni hər şey qazanıbdı bu adam. 100 var. Həyatında, nə bilim, getdiyi hər bir ölkədə titulu var, hər gitənin titulu var. Yəni bu adam hər şey eləyib və idmana hələ getməyibsə
və hələ də yığmadadır və kapitan kimi daşıyırsa, deməli O- vacibdir. İstəyir, Onun üçün vacib, Vacibdir. onun üçün vacib. Oyunçular üçün Bəli. vacib olacaq, yoxsa yox. Yəni onlar vuruşacaqlar axıra kimi. Əgər vuruşsalar, okey, Argentina Vuruşmalıdırlar çox da. şey eləyə bilər. Özü o Argentina yığmasında belə ikinci bir adam yoxdur ki, deyir ki, yox Messi var, mən də burada qəqəş protiv geyirəm. Messi mən də Ya, elə ulduz biri hesab. yoxdur. Amma Portuqaliya məsələn potensial belə şeylər var. Bruno Hələ Fernandes. Bruno gör- hə. Yox, mən demirəm Argentinada kimsə Messi-yə protiv gedə bilər. Sadəcə olaraq həmin motivasiya ola bilməz, həmin o istək ola bilməz. Çünki ən azından 4 il əvvəl bu uğura nail oldular. Messiyə dünya kubokunu verdilər. Argentina Ərəblərlə xalqı bir yerdə, sevindi. aha. Ərəblər zad vermədi qardaşım. Niyə? Niyə? Neyse Ala bəsdirin. onu şeydi Ziya ilə bir dəfə Solomon'un topunda şey var idi də. Aa, Değil mi? Polo Muay'ın O bizə şey kimi də o bowling oynayırsan bir dənə şey saxlayırlar ki, o heç vaxt düşmür də. bug var da bir dənə. Infantino gəldi orada qapıda durdu, topu çıxartdı da. Ya yox, elə şeydir. Romero-la ilişkisi Martinezə top ötürməyi bəs siz deyil. Şey sizin dünya Harda? çempionatını kölgə salmağa nəysə danışar. O IQ brat. O Neyse, başqa okey. Q-dur o. Okey. Yəni Argentinada inanmıram ki, o motivasiya olsun. Olsa hə, Argentina favoritlər arasındadır. Amma Portuqaliyada biraz var o. Hərçənd ki sən dediyin kimi Ay, sağ Bruno ol. Fernandes zaman baş qaldırır, amma bu il Portuqaliya millisində Nuno Mendeslərdə, Vitinhalarda, hətta axırıncı Millətlər Liqası kubokunu götürəndə İspaniyaya qarşı da futbolçular özləri də açıqlayır. Biz bunu Ronaldoya görə eləyirik və Ronaldo üçün bir şeylərə Kimin Bu, Bilmiyorum, düzəltmək hiç axır istəyirik. ki başa düşürlər Ay, ki, sağ ol. ulduz var. Hə. Ulduzun ətrafında Bir general var da Elə bu bir birləşmə lazımdır. Hə, hə. Yəni Portuqaliya uğur qazanması üçün gərək 2022-nin Argentinası olsun. Portuqaliya ümumiyyətlə heç vaxt Argentina kimi olmayıb da, yəni Argentina Messi'dən qabaq uğurdu əlbəttə ki olub. Yəni Argentinanın Portuqaliya son bir deyək sən 80-ci illərin Portuqal futbolçularını tanıyırsan. 90-ların Figo'dan qabaq kimsə tanıyırsan. O 60-dır, 80-dir. Biz o da Mozambikdən gətiriblər şeydən. Hə, yəni Alika protiv getmə. yox, yəni demək istəyirəm oradan ümumiyyətlə Portuqaliya çox geridə idi də. Son 90-larda artıq başlayıb Rui Costalar, Nuno Costalar, Figolar, zatlar başlayıb qalxmağa da bu pokoleniya. Sonra Cristiano Ronaldo vapşe vış getdi qabağa. Prime peak Amma idi. amma Argentinada Riquelme, Aymar, Saviola, Batistuta, Crespo, yəni sadalaya bilərsən də Bezastanov ki, yəni və klublarda da çox uğurlu olub da. Amma burada bəzi məsələn Portuqallar tək-tük yerlərdə uğurlu ola biliblər. Yəni zbornaya gəldilər, okey, amma klublarda çox da belə deyildilər. Və həmişə də kənarda qalırdı uzun müddət böyük turnirlərdən. Məsələn Portuqaliya Avro 2004 öz evində idilər. Avro 2000-də ulduzları parladı, getdi yəni falan Fransa ulduzdu. Ondan sonra başladı da yeni pokoleniya. Dünya çempionatda 2002-ci dünya çempionatdan çıxıb qrupada qaldı. Polşa, Cənubi Koreya, Amerika o qrupada qaldı. Ondan qabaq bir 20 neçə il çıxmırdı dünya çempionatları. 2002-dən başlayıblar dalbadal dünya çempionatlara çıxmaq. 2006-da da getdi yarım finala çıxdı zət. Yəni buradan başlayıbdı Portuqaliyanın dirçəlişi. Amma Argentina tarixi boyu yəni bu komanda həmişə üzdə olub, həmişə daha uğurlu olub və həmişə daha çox ulduzlar olub. Prosta yenişi yoxuşu olub da, düşüb qalxıb, düşüb qalxıb. hə, Amma stabil olaraq oynayıb. Həmişə Hə. yəni dünya çempionatını demək olar ki, düşürüb də. Argentina son dəfə nə vaxt buraxıb dünya çempionatı? Bəlkə 34-də zətdə. Portuqaliyanın bir növ son 25-30 ildə üzü gülməyə başlayırdı. O sənin dediyin Figo, ardınca bəli. Ronaldo və indi artıq Bəli. daha Yeni belə pokoleniya yeni nəfəs və yeni nəsildə Bruno pokoleniya, Fernandesi bəli. bütün komandanın totalında Bəli, bir yüksəliş indi tuta Yəni, bilib. belə baxanda İspaniyanın da ümumi belə götürsək, İspaniyanın da yığma səviyyəsinə normal vəziyyətə çıxmağı, yəni o da təxminən o ərəfələrdə olub. Məsələn İspaniya deyək İspaniya Portuqaliya fərqli olaraq heç olmasa dünya çempionatına çıxırdı. Həm də Nəsə Avropa eləyirdi, çempionu Avropa olmuşdu. çempionu. O 64-də olubdu. O 64-də İspaniyada keçirilib. Yəni çox adam şey eləyir ki, Sovet komandasına qarşı oynayır. O da Franco zırt-pırzı. Orada okey, amma qazanılıb o heç. Qazanıblar. Amma yəni demək istədiyim odur ki, İspaniya həmişə mənim yadımdadır ki, İspaniya seçmə mərhələlərində lider idi. 10 dənə 10 dənə qələbə, 35 top, 2 buraxılmış toplar. Həmişə super gəlirdi çempion. Dünya çempionatına çıxırdı. 98-də getdi Nigeriya uduzdu. Nə bilim Balqaristan, Nigeriya, Paragvay qrupasından komanda çıxmır.
Yəni bu İspaniya Raul'un çempionatı zadı deyirdilər. Raul başım heç nə. Heç nə demək istəmirəm ha. Ya Pele yadımdadır ki, dünya 98-ci dünya çempionatından qabaq. Pele olsa həmişə nəsə deyəndə çıxırdı. Deyir ki, bu çempionat Raul'un çempionatı olacaq. Raul birinci oyun bir yana navə sürdü. Raul bir yana topu qəbul etdi. Tatapla Allah'da 1-0 vurdular Nigeriyanı. Sonra dank 3-2 Nigeriya qoydular. Uduzlar Raul'un da çempionatı olmadı. Sonra 2002-ci ildə yaxın idilər. Prosta Cənubi Koreya yenə də kömək alınmadı. 2006-da Fransa uduzdular və 2006-dan başlayaraq getdilər qabağa. İspaniya ümumi götürsək, Avropa əgər biz 2000-ci ildən əvvəlki vəziyyəti götürsək, İspaniya top yığma sayılmır. 100% razıyam. Amma Portuqaliyadan güclüdür. İspaniyanın son uğurları kimə bağlıdır? Barcelona Akademiyasına bağlıdır. Yəni olmasaydı Luis Aragonés olsun. o başlatdı, amma yəni o Pakaya'yı götürmədi çempionata. Əsas Raul'un söz soxuma. 2000-lərin əvvəlində bu milli səviyyədə futbol uğursuzluğu mən bilən orada ölkə olaraq total futbola yanaşmanın daha dəyişibdi. Akademiyaya O hə, yığılırlar, bəli, o bəs- 100%. O hər bir ölkə nə varsa bu refresh eləyir və gedir qabağa da. Hər bir ölkədə bu olub. Məsələn Fransada da Avro 2000 biabırçılıqdan sonra bir dənə refresh knopkasını basdılar və getdilər yeni nəslə bəli. keçdi. Argentina da yəni onsuz da Argentina da öz qitəsində həmişə liderlərdən biridir. Onun üçün problem yoxdur və Argentina da sənə bir dönəm heç vaxt olmayıb ki, orada ulduz olmasın oynamada. Həmişə olub ulduz. Yəni sən 80-ləri götür, 90-ları götür, 70-ləri götür. Mario Kempes, Daniel Passarella, nə bilim, bütün bu ulduzlar həmişə olub. Mən indi 50-ci illərdə yəni Amma Portuqaliya onun bəlkə də son 5-10 ildə bu səviyyəyə gəlib. Portuqaliya da yəni dediyim kimi Portuqaliya başlayıb oynayıb 90-cı illərin əvvəlində onlar gənclər arasında çempion olublar. Orada Figo idi, bütün bu indi o keçmiş ulduzlar yəni Rui Costa o komanda çempion oldu və həmin o Pakaliya getdi qabağa. Ondan sonraki gələn Pakaliya Ronaldo'dur. Ronaldo'dan sonra Bernardo Silva'lar, Bruno Fernandes də o iyi gedir. Çünki bu dəqiqə artıq bunların o inkubator kimi işləyir də bunun Hətta məktəbləri. sənə deyim, o 2006-da Avropa çempionu olanda belə Portuqaliya millisinin heyəti o qədər də belə güclü değildi. Yəni Luis Nani Öz ən güclü Pakaliyası deyildi də. Luis Nani artıq United səviyyəsindən düşmüşdü, Fenerbahçedə falan oynayırdı. Renato Sanchez var idi ki, həm gənc potensialı sayılırdı. Bayern'də getdi, altını vurdu. Quaresma, Beşiktaş falan levellarındaydı. Yox, Porto'daydı 2006-da. Nəysə, ən pikində deyildi də futbolçular. Ederdən çempion olursansa, yəni. Hə, deyən, ən Məsələn, pikində deyildi. 2004 Portuqaliya yığması daha yaxşı idi. Yunanistana uduzan. Və bu dünya çempionatı Portuqaliya daha 2006-dakı yaxşıdır. Portuqaliya zor idi. 2008-dəki də yaxşı idi. 2010-da 2012 Avro Portuqaliya çox gözəl oynayırdı. Bəli. Prosta İspanlarla da. 2010-da da İspanlara uduzdu dünya çempionatında. Hər yerdə yəni İspanlar yəni kəsirdi də bunların yollarını. 2014-də biraz zəif idi. Almaniyaya 4-0 uduzdu. Qana yazdı. Hə, orada çox pis idilər. Amerikada onlar udurdu. Heç olmuşdu da. Nəsə o da yəni qruplarda qaldı, çox pis idi. 2016-da Avropa çempionu oldu. O da heç 2018-də yenə İspanlarla ölçüsüz. Hər yerdə İspanlar idi onlarda. Qonşular imkan vermirdi. Yəni Portuqaliya bu dəqiqə biraz böyüməlidir məncə. Böyümə istəyirsə bu dünya çempionatını ancaq qazanmaq qalır. Bu məşqçidən çətin. Yəni doğrudan bu heyətlə Yəni Portuqaliya. Fernando Santos'una görə oldular şey. Yəni Santos'da o Portuqal idi. Belə Sən Fernando Santos'un sən orada nə qatqısını görmüsən? Heç bir qatqı yox idi orada. Amma başa düşürəm. mən də razıyam Ən azından sənə. bir papa rolunu oynayırdı da, belə dayday rolunu O da oynayırdı. hörmət eləmirdi o papaya heç kim. Adam Razıyam, məşqçi o deyil. Bu Roberto Martinez nəslə yəni. daha yaxşı məşqçi lazımdır. Amma Məncə də. bu tip turnirlərdə məşqçi nə qədər X faktordur, o da biraz sual işarəsi altındadır. Məncə klubların liqa mərhələsi qədər ya bir klub məşqçisi qədər milli məşqçi o qədər də əhəmiyyətli rol daşımır məncə. sırf olaraq motivasiya cəhətdən, sırf olaraq məqsəd cəhətdən Roberto Martinez inanmıram ki, yəni belə Portuqaliya can yandırsın. Və bu heyətlə Portuqaliya çox yuxarı getməlidir. Azı 4-də 1 yarımfinal görməlidir. görməlidir. Yarımfinal demən 4-də 1-i görməlidir. 100%, o milyon faiz. Yəni 4-də 1 olmasa Portuqaliyada bu artıq yəni fiyaskodur mənə görə. Deməli, GPT-yə dedim ki, bu turnirdə favorit hesab oluna biləcək 11 dənə milli sadalasın. İndi bu millilərin adlarını oxuyacağam mən. Tema nədir? Bir düzülüş seçirik, siz daha doğrusu seçirsiniz. 4-3-3 ola bilər, 3-4-1 ola bilər və s. Baxın özünüz. Hər millidən bir futbolçu seçməklə heyət formalaşdırmaz. Özünüz üçün 2026-nın dünya çempionatının heyətini. Biz səhv eləmirəm, yoxsa Ziya Samir mən eləmişdik bunun klub formasını. Misal üçün, birinci komanda Belçika. Heç kim istəmir. Courtois. Courtois. Kimin? Yəni 4-3-3, sıxım 4-3-3. Courtois.
Başqa prozadım da yoxdur. De Bruyne gedəcək. De Bruyne Gedəcək amma gedər. De Bruyne deyil də Kurtuğa. Hal-hazırki vəziyyətinə görə sıralayırıq. Hə, Kurtuğa. əlbəttə. Yəni 2026 dünya çempionatı üçün. Uruqvay. Uruguay, Valverde. Valverde. Ha. Amma Suarez qayıdacaq deyib. Qayıt- deyib. Qayıtsa belə yəni. Suarez yəqin qayıdacaq, amma yəni də bir formallik O oyunu qayıdacaq. Muslera da deyib. Axsaya oynayırdı o gün. Valverde'nin 8 kimi oynadırsınız, 4-3-3-də yoxsa 6 kimi? 6. 6 Müdafiə- dayaq. Norveç. Haaland Haaland. da aydın məsələdir. Qəşəng. Hə. Hər pozisiyadan biri oldu. Hollandiya. Virgil. Xavi Simons falan. Virgil. Amma özün yoxdur. Van Dijk. Van Dijk. Kim var orada başqa? Bir Frenkie var. başqası yox. Frenkie var, Reinders var. O da Reinders oynamayıb bu il demək olar. Depay olacaq. Depay yaxşı. Depay ara qoy. Dumfries ola bilər. Dumfries. Denzel, o qoş, o əjdağadır. Dumfries bu mövsüm oynamayıb heç. Zədəyə görə. Oynayıb sezon 3 ay oynamayıb da. Ən vacib momentdə gəlib başlayıb yenə də partlatmağa. Amma Axır oyunlar üçün biz Virgil'dan yaxşı zaşlıq tapacağıq ora. Bir sənsə. Oyunudan. Yəni daha çox məncə Dumfriesdir də. O hücumda Olsun. özünü yaxşı tərəfdən göstərir. Ağsaqqalın arxalı sözü. öndü. Nəysə olsun Müdafiə Dumfries. yəni Okey. şey. Almaniya. Mən Virsi seçərdim, amma burada fikirləşmək olar biraz. Amma zəif gəlir. Çox zəif. Camal Musialası var. Musiala bu il o da ilə Virts. Virsi qoyaq. 8 kimi yoxsa dəyişirsiniz 4-2-1-3-ə? Sağ kim var orada? Məncə onu sol winger qoymaq olar. Yox, George kimi bəlkə. Mən də onu fikirləşdim. Prosta qoymuşuq axı Apornia Valverde. Məncə sol winger olaraq Virsi qoymaq olar. Okey olsun. Çünki yarım müdafiədə babat şeylər var, konkurentlər var. Qəşəng. Braziliya. Braziliya, Rafinha. Sağ Amma yox, winger. yox, yəni orada bir nəfər. Elə olsa Rafinha götürsə sizi hücuma heç kimi götürə bilməyəcəksiniz. Aysa bildim. Orada Fransalar var, orada İspaniyalar var, orada Portuqaliyalar var. Gabriel də mərkəz müdafiəçisi. Sən nə deyirsən? Neymar. Neymar getmir axı. Yo, şeyə düşdü. Aparacaqlar. Hayda da o konkret olaraq Ancelottiyə təzyiq olub da ona görə. Onu neçələrə Amma sübut qoy edə getsin. bilmərəm. Da maraqlı o da. Əlbəttə. Mən fərqi yoxdur nostalgiyalar. belə mən Elə də dedik ki, göbüz seçirik də. Braziliyan. El Gabriel olsun. Gabriel. Okey, mərkəz müdafiəyə Gabriel Magalhaes. Aha. Portuqaliya. Vitinha. Burada seçimlər əslində çoxdur. Amma Cristiano. Cristiano hara qoyasan? Arası sokaklar. Çox problem. Olmadı. Portuqal. Vitinha yaxşı okey. Vitinha olsun. Onda Valverde, Vitinha, yarım müdafiə. Bura əslində Nuno Mendes də seçmək olar. Çünki içər kimlər qaldı orada? İspaniya qalıb. Argentina, İngiltərə, Fransa, İspaniya. İspaniya da- Bəlkə Nuno Mendes seçək. Olsun yaxşı. Nuno Mendes. Onda qaldı birdən stoper arxadan. Qapıçı da seçmiş. Sağa nə? Hə, sağa Dumfries. Dumfries Hə. seçdi də. Argentina. Argentina. Messi. 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 Amma burada Wirtz, Haaland, Messi. Aha. Ən hücum triosu. bu da Fransada qalıb da. Norveç'i ver. Norveç'e kalandan bak. Norveç Bir seç seçək. biz. O da qalıb. Orta Ödegaard. Şeye Sörlot'u ver. Nə istəyirsən? Okey. İngiltərə. İngiltərə. Aa. Bellingham. Bellingham, ay sağ ol, mən deyəcəyim düzdür. Valverde, Bellingham. Real Qaldı Madrid. sizin bir dənə mərkəz müdafiəçiniz, bir də 8 nömrə. Aha. Fransa və İspaniya. Hansından kimi götürürsünüz? Mərkəz müdafiəçi Və 8 nömrə. Yarım müdafiəçi. Yarımda süreriz. Saliba, Pedri. Hadi ha. Hal-hazırda dünya çempionatında komanda aparan məşqlərdən kimin baş məşq təyin edirsiniz bu milliyə? Bu milliyə. Carlo Ancelotti. Yəni ən labid variantı bu xaosu ancaq o belə yola verə bilər. Okey, siz şəkli görəcəksiniz bizim heyəti. Siz də öz fikirlərinizi yazın ki, bu millilərdən necə 11-liklər formalaşdırarsınız. Nəysə, bu həftəlik də bu qədər əziz izləyicilər. İnşallah növbəti həftə görüşənədək Sağ olun. öpürəm, bağrıma basıram. Hər birinizi gələn görüşlərə dək. Sağ olun. Goodbye. Marcelo.